bəhs oldu. Kərbəlada 4 dənə istəfə, 4 şəxs var. Onların ikisi xalisidir. Birisi xalis zülməti idi, sərdən oluyor idi. Bir qismi. İkinci qismi isə xalis nur idi, zülmətlər oldu. Nur aləl nur idi. İki dənə də orada şəxslər, qruplar var idi. Çox zaman onlara toxunulur və toxunulmalı əsas insanlar olardı. Niyə görə? Çünki Allah bizim üçün ibrət və dərs olan kəslər həmən o işləməkdir. Allah uzaq eləsin, mümkün deyil ki, aramızda xalis zülmət olan insan olsun. Allah uzaq eləsin. O şirk, o iblisiyat idi, o əmərsən idi. Yezid idi, Sinan idi, Allah onlara lənət etsin. Və həmçinin də tam nur sahiblər var, Hüseyin kimi, Əl-Əslamaz kimi, Məqdəmək kimi, Digərlər kimi, xalis nur idilər. İki dənə də cəhətlər var idi. Onların nurları da var idi, zülmətlər. Bir qism nurları zülmətlərdən üstün gəldi, qalib oldular. Daxillərindəki nur zülmətə qalib oldu. Ədli nəfsinə qalib gəldi. Ahirəti dünyasına qalib gəldi. Qəlbi qarnına qalib gəldi. Və ikinci qism insanların isə xeyr əksinə, zülmətləri nurlarına qalib gəldi və bədbəxtlər gəldi. Dedik, iki qism xalis idi. Dünən gecə o xalis nurdan danışdıq. Xalis, yəni biz adətən dedik, ixlas, yəni onların qəlbində Allahdan başqa bir şey yoxdur. Onlar üçün fərq eləməz, tərif ilə məzəmmət. Tərif və məzəmmət onlara istiqamətlərdə verilməz. Əməlin gizlin olması və əməlin aşikar olması da onları istiqamətlərini dəyişə bilməz. Nə surətləndirər, nə gecikdirər. Məsələn, bir iş görsə də olur. Bir iş görsə də. İldən gizlin olsa, heç kəsin məlum olmasa, onları süst eləməz. Ya aşkar eləsə, həvəsləndirməz. Çünki onlar insanların razılığında deyil, ancaq və ancaq Allah'ın Allah'ın İnsanların nəzərini deyil, ancaq və ancaq Allah-u nəzərini əsas götürürlər. Üçüncü əlaməti dünya mənafeyinin qərarlarına təsir etməz. Bir iş görsələr, burada ziyanları var, ilahi iş görürlər. Burada ziyanları var, dünya ziyanları varsa, ayaq saxlamazlar. Ayaq saxlamazlar. Bunu müddət olacaq. Dördüncü əlamət odur ki, çətinlik zamanı dəyişməkdir. Əsasən, çətinlik zamanı dəyişməkdir. İmtihanlar insanların həqiqi simasını aşkara çıxarır. Rahat günlərdə bir çox insanlar salih görünə bilər, lakin təhlükə, yoxsulluq, qorxu və ölüm qarşısında yalnız ixlas sahibləri sabit gələr. Və Allah bəzən insanları üçün bu imtihanları yaradır ki, onların həqiqi simasını ortalığa çıxarsın və insanlar üçün nümunə olsun. Bunları başa düşməkdən gəlir, biz bəzi təsəvvürümüzü genişləndirək.
İki qism insan. Bir dəstə Həzrət İmam Hüseyin əleyhissalamla Mədinədən qoşulub gəlib Kərbəlaya qədər, amma Aşura günündə İmam Hüseynin yanında qayıdırlar. Bunların içərisində elm əhli də ola bilir, bunların içərisində şanlı sözlü adam da ola bilir, hörmətli insan da ola bilir, hər cür təbəqə var. Hər cür təbəqə var. İkinci qism isə İmam Hüseyin əleyhissalamın bəhbəhlə, gözəl sözlərlə, gözəl məktublarla nedir? Küfəyə çalır. Amma Kərbəlada imtihan baş verir. Birdən bu imtihan olmasaydı, birdən bu çətinlik yaranmasaydı, o Kərbəlanın günündə, o Aşura günündə şəhid olanlar ilə obrislərin arasında bir fərq olacaqdı, olmayacaqdı. Heç bir fərq olmayacaqdı. O qaçanlar ki var idi ya, onlar gəlib Küfəyə yetişsəydilər, John yenə də qul idi. O atlısanlı bir əşirlərin böyüyüdür, John isə quldur. Qulsa ki, quldur bir adam. İmtihan olmayıb oxuyaq. Bunun xisləti ortalığa çıxsın, John'un xisləti ortalığa çıxsın, John'un nuru çıxsın ortalığa. O qulun mütləq ortalığa çıxsın. Və yaxud ki, Küfədəkilər Həbib ibn Məzahir rəhmətullah əleyh Küfədən gəlib İmam Hüseynə qoşulmuşdur. Əgər İmam Hüseyin əleyhissalamda hacı gəlib Küfəyə yetişsəydi, Kərbəla hadisi baş verməsəydi. Orada evlərinə gidib qapılarına bağlayanlar ki var idi, onlarla Həbibin arasında heç bir fərq olmayacaq. Deməli, bəzən Allah təbarək və təala çətinliklər yaradır ki, insanların həqiqi nurunu və həqiqi zülmətini ortalığa çıxartsın, kimliyini ortalığa qoysun. Bizim qardaşımız var, yaxşı söz idi. Bəzən Allah bilərəkdən bir əhli qalmıyor. İnsanın əlindən salan yerə ki, sınsın, əhli olsun, yayılsın. İmanlar dərəcə ilə ya yox, ixlasla dərəcələr və mərhələlər. İmanlı cümlədir, ixlasla cümlədir. Yəqinlikdə o cürdür. Bir adı gözəl bir sınav çəkmişdir, Üstad Allah. Sınav gözəl bir cürdür. Deyir ki, bəzi qayğılar var sahədə özəndə. Bir qədər dərinə geçsələr, dalğalar onları aşırlar, yelkənlər var, əyəsən bölüm sürürlər, görmüsünlər özəndə. Bunlar dərinlikdə gedə bilməzlər. Bir qism insanların imanı elə sahəli qədərdir. Sahəli qədər. Biraz çətinliyə düşsələr, biraz dalğalarla üstləşsələr, biraz küləklər onlara, teyvanlar onlara güc gəlsə aşacaqlar. Onlar rahat günün müminləridir. Bir qism insanlar da var ki, imanları tezdir, o dalğalara da nedir? Güc gələ bilirlər. Çətin günlərdə dura bilirlər. İmanları var, yəqinlikləri var. Nəyə yəqinlikləri var? Buraları yəqinlikləri var. Ahirətin günü yəqinlikləri var. Allah buyurur ki, biz sizi imtihan edəcək, ömrünüzün sonuna qədər imtihan edəcək. Bu nədir? Hətta keçmiş ümmətlərin başına gələn sizin başınıza gəlməyənə kimi cənnətə daxil olmayacaqsınız. Bəqərə surəsi 14-cü ayə. Baxsınız, görəcəksiniz. İmtihan olacaqdır. Buyurub bəzən qorxu ilə, bəzən aclıq ilə, bəzən xəstəlik ilə sizi imtihan edəcəksiniz. Sıxıntı olacaq. Nədir? Bəzi insanların yəqinlikləri böyükdür, yəqinlikləri üstündür. Bu Allahın ayəsinə iman götürürlər. İnnə mə'əl usri yusra. Hər çətinliklə bərabər mə'əl, yəni bir yerdə. Bir yerdə. Nə var? Asanlığı var. Əgər bağlı bir qıfıl verilirsə sənə, üstündə də onun nəyi var? Açarı var.
səbr edəsən, biraz qurdalasan, açacaqsan. O bağlı qıfıl imtihandır, açar da Allahın sənə lütfüdür. Onlar iman gətirirlər. Bilirlər ki, Allah yol göstərəcək. Bilirlər ki, bir gün Allah qapısını açacaq. Qapı açacaq. Ama görürsən, ağır yerlərdə, o ağır yerlərdə, o canlı bərbindən olardır, üzə bilməzlər. Ona böyükənlər lazım edir. Peyğəmbər əleyhissalam nə buyurur? Həzrəti Musa, Həzrəti Hüseyin, إنه سيصبح Misbahul-Huda, سفينة Səfinətül Nəcat. Həzrəti Musa əleyhissalam hidayətin çırağıdır və nicat gəmisidir. Nicat gəmisidir. Orada, o dərinizlarda Hüseyin kimi Allah dostları xalis nurlara sığınmasa mümkündür. Onları özünə istiqamət bilməsən mümkün deyil. Kimlər xilas oldular və kimlər xilas oldular? O kəslər xilas oldular ki, onların qəlbində Allah vəlilərinin məhəbbəti var və istiqamətləri odur. Əgər bu cürlə oldularsa, olabilir. Buna deyərlər sevgi. Buna deyərlər aşk. Allah vəlisinə olan sevgi, məhəbbət digər dünyalı məhəbbətlərlə fərqlənər. Məsələn, dünyalı məhəbbətləri necə hansı formalarda dünyalı məhəbbət yarar? Məsələn, qohumluq əlaqələri. Qohumluq əlaqələri. Qardaş, bacı, əmi, xala, ana, ata, oğul, qohumluq əlaqələri ilə bir məhəbbət yarar. Mənim oğlumdur, mənim atamdır, mənim dayımdır, mənim əmimdir. İnsan özünü sevəndir ya, o mənim dediyini də başlayın eləməyək. Sevməyə özünü sevən. Qonşun həmsini sevmir, öz həmsini sevmir. Qonşun oğlunu sevmir, oğlundur deyə sevmir. Qohumluq əlaqələri qohumluq. İkinci, dostluq və ünsiyyətlə. Öz insanın içərisində dostluq, ünsiyyət, yoldaşlıq, xasiyyətləri birləşməsi, qurumlaşması, üst-üstə gəlməsi insanın içərisində bir-birinə qarşı bir məhəbbət yaratır. Bəzən mənfəətlər ətrafında da məhəbbət yaratır. Mənfəətlər, bu təbiidir. Bu cəlab çoxdur. Bəzən insan gözəlliyə görə olur, içərisində məhəbbət. Təbiidir ya, insanın hisslərdir olan, bunları biz pis demirik. Sadəcə olaraq bir dünyalı məhəbbətlər. Gözəlliyə insan heyran olur, aşıq olur və s. Bəzən də ictimai əlaqələrdir. Hər halda bunlar dünyavi məhəbbətlərdir, dünyalı məhəbbətlər. Amma İlahi övliyaları olan məhəbbətin əsası mərifət və iman üzəridir. Mərifət və iman üzəridir. Belə bir sevgi maddi və dünyavi səbəblərdən yaranmır. Məsələn, Peyğəmbəri əgər hansısa bir mənfəətə görə, İmam Hüseyni hansısa bir mənfəətə görə sevərsənsə, o Allah övliyasının sevgisi sayılmaz, mənfəət sevgisi. Və bəziləri də sevirdilər. Sevirdilər ki, Mədinədən gəldilər, araya qədər, Kərbalaya qədər gördülər, mənfəət yoxdur, nə oldu? Qayıtlar. Allah vəlisinin sevgisi. Allah vəlisinin sevgisi, mərifət və iman üzərində. Bax, mərifət dediyimiz mərifət üzərində olur.
ve onların sevgileri Allah'a göre. Allah'a göre. Ve Allah'ın emrine göre de esas mesele. İlahi emr. İlahi emr. Bu sözü bayaqlarından da bilmiyorum, istəyir bir tek aydın məsələyə. İlahi sevgi, Allah övliyasına olan sevginin mənşeyi Allah sevgisi. Biz Mahsun Aleyhisselam'ı sevirik. Bunu dünyaya ilan eləmişik. Düz. Mahsun Aleyhisselam'a olan sevginin mənşeyi nədir? Kimdir? Allah. Allah. Allah Resulü ve sonra Allah. Mahsun'u niye sevirik? Peygamberin babasıdır, peygamberi niye seviyor? Allah'ın elçisidir. Kaydır hara? Allah'a. Biz müstehil halde sürekli sevirik. Müstehil halde Resulullah'ı sevirik. Allah sev diye sevir. Niye Allah buyurur? İnnemâ veliyyukumullah ve Resuluhu vellezîne âmenû. Hakikaten sizin veliniz, sizin dostunuz, sizin sevmeli olan adamınız, kalp bağlamalı olan kəslər Allah'ın özüdür, onun Rəsuludur ve iman gətirənlərdir. Orada da iman gətirənlər kime ait olur? Mesela Hazreti Ali'ye bakın. Ve Allah Kur'an-ı Kerim'de buyurur, Peygamber Aleyhisselam'a, Peygamberin 23 illik zahmetlerinin mukabilinde bütün Müslümanlara emrediyor. Allah'ın şeytanı. قُلْ لَا أَسْأَلْكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا مَبَدَّتَ فِي الْقُرْبَى. Ey Peygamber, senden bilirler ki sana bir muz verey, ezbük verey, bize hizmet eləmişsən, əziyyət çəkmişsən bizim insanlarımız yolunda, bizim hidayetimize göre əziyyət çəkmişsən, sana bir muz verey, de onlara heç bir muz da ehtiyac yoktur. İlla məbəddədir. Fil qurba. Ancaq mənim əhl-i beytimə, mənim yaxınlarıma, mənim ailəmə məhəbbət. Və məhəbbət dərəcələrləndir, hubdur məhəbbətdir. Hubbu dünya deyirik biz, dünya məhəbbəti. Amma burada Allah hub demir. Yəni dünya məhəbbəti kimi bir məhəbbət deyil. Necə məhəbbətdir? Məbəddə. Məbəddə necə məhəbbəti? İtaəti vacib olan bir məhəbbət. Yəni sevəcəksən, o qədər, o dərəcədə sevəcəksən ki, onun sevgisində əyəcəksən. Eğer onun sevgisinde elme o demeydi ki ona itaat edeceksin. O sevgi o derecede böyle seveceksin. Bahri sevgisi. Çok adamlar diyorlar ki biz onu sevirik. Peygamber ehl-i beytini sevirik. Şunu söylüyor. Ama ehl-i beytine zulmeleyenleri de sevirik. Onu da söylüyor. Ve da bilirsən ki, bu gün məsələn çıxıb qardaş oxuyacaq birazdan Mahsun Aleyhisselam'ın babasının müsibətindən oxuyacaq. Deyir, mən də sevgiləm anımı var. Bu məhəbbətdir. Bu məbəddədir. Məhəbbət ola bilər, məbəddədir. Bilaniyet Allah vəlisinin məhəbbətinin həqiqəti nədir? Hər bir şeyin həqiqəti var. Onun həqiqəti nədir? Məsələn, dünya mənfəətinin, dünya məhəbbətinin həqiqətləri var. Biz Allah vəlisinin məhəbbətinin həqiqətləri nədir? Birincisi, mərifət, yəni tanımaq. Hər tanımaq mərifət sahibi. Şimdi Hüseyin'i tanıydılar ya. Sizce. Ömer Sed, Mahsun Aleyhisselam'ı tanıydılar ya. Uşaqlıqları bilirdik. Uşaqlıqlar Ömer İbn-i Sed İbn-i Abbas'ın oğludur. Böyük bir sahabenin oğludur. Bu hazırlardan bir yerde bunların uşaqlıqları bilirdik. Tanımırdı, tanıyırdı. Amma mərifət yox idi.
Mərifə deyən zaman nə mənaya daşıyır, nə anlam daşıyır, nə olmalıdır orada, hansı əlamətlər olmalıdır orada. Bir, Allah vəlisindən olan mərifət budur ki, onu Allahın yer üzərində hüccət biləsin. Onun yer üzərində Allahın hüccəti biləsin. Burada itaat, məhəbbətlə itaat. Nə oldu? İtaat. Hüccət biləndən sonra nə olacaq? İtaat. Mən bu sözü burada, bu gün deyim, yadına düşdüm. İnşallah qismət olar, yenidən toxunaram. Çox dinlənməsi sözdür. O Tasuğa günündəki qərha verildi. O əshab qalacaq, əshab döyüş olacaq, hamı şəhid olacaq, biri ustalardı, biri Qur'an verildi, biri zikredildi, biri şənlənirdi. Allah kibar, biri şənlənirdi, zayıflaşırdı deyəcəyim ki, özləri bir kişi ki, o qədər ağır təbiqətli oldular, bunun üstü gülən gördülər. O günü gecə, tasını şənlənirdi, zanahatlaşırdı. O ne demişler? Biraz səhər şəhid olacaq. Peyğəmbərlə görüşəcəklər səhər. Mən bu gün şənlənmiyim, nə var şənlənmiyim? Mən bir deyək o, Allah olacaq. Hələ belə sözlər deyil Allah. O gün Əbəlfəzlə Abbasın üç qardaşı da oradaydı. Əbəlfəzlə 4. Allah rəhmət. Çekmişdi kardeşlerini kenara bir ayelerini sabaha hazırlıyordu. Sabaha hazırlıyordu. Sözlerini getirdi buraya geçti, ayet dedi, hadis dedi, söz dedi, böyle kardeşlerine da, küçük kardeşlerine dedi. O anda da İmam Hüseyin Aleyhisselam yakınlaşıp orada. Geldi bir yere, İmam Hüseyin Aleyhisselam'ı dinleye geldi. Çadırın arkasında çekip olarak danışır, çadırın arkasında. Dedi biz sabah Əbdüllah Hüseyni müdafiə eləyəcək, canımızı onun yolunda fəda eləyəcək. Baxına, qardaş kimi müdafiə eləməyin, amin. Böyük söz deyir o. Qardaş qoyur. Qardaş kimi deyil, yer üzərində Allahın tənha qalmış hüccəti kimi müdafiə. İllər bu sözü yalan sayılır. Kardeş müdafiler, kardeş önüne gelip, türmeye gelip. Həqiqəti bu deyildi. Əbəlfəz Abbasın ağrı uca məqamının əzəməti o idi ki, o kardeşi kimi deyil, Allah'ın yer üzərində hüccəti kimi onu müdafiə edirdi. Peyğəmbərin valisi kimi, evladı kimi müdafiə edirdi. Zəhranın əmanəti kimi müdafiə edirdi. Bunlardan ən əsas dilindən çıxan bir sözdür. Biz o Hüseynin Allah'ın bir üzərində hüccətini müdafiə etdiyimiz kimi edəcək. Bir yana düşünür. Amma Hüseyin Aleyhisselam bu sözdə şidətlə söylüyor. Əqidə buna deyirlər. İman buna deyirlər. Yəqinlik buna deyirlər. Mərifət buna deyirlər. Mərifətin əlamətlərindən də birisi budur ki, o kəsi hidayətin, nə dərsən, qapısı bilərsən, hidayətin qapısı. Necə ibarət olur? Hidayətin sırağı bilirsən və hidayətin qapısı bilərsən. Haqqın meyyarı bilərsən, haqqın meyyarı. Haqqın meyyarı bilməsən, o imama Allah vəlisindən olan mərifətin səbəbi, haqqın meyyarı, haqqın ölüsü. Üzünü bu yana çevirirsə, üzünü çevirəcək, bu yana çevirəcəksə. Sağa çevirirsə, sağa, oturacaqsa, oturacaq, duracaqsa, duracaq. Əvvəlbəzi Allah bilirsən, niyə burada məşhur edir? Hər kəs İmam Hüseyin Aleyhisselama bir məsləhət verir. Biri dedi getmə, biri də o yana gel, biri dedi belələr. Baxın, tarihçilərine görə əvvəlbəzi Abbasın sözü var. Söz görürsünüz tarihçilərine. Heç mi? Heç mi? Ancaq Hüseyin ne istəyir?
ne edecek? Ne isteyir? Onu edin. Söz yok. Abbas yoktur sen. Özünü İmam Hüseyin'de qərq edib. İlahi nurun daşıyıcısı bilə onu. İlahi nurun daşıyıcısı. Bilirsiniz nədir? Baxın, Peyğəmbər İmam Hüseyin Aleyhisselam üçün demədi. O güneştir. Dedi, idarətin çıraqdır. Çıraq nə zamanda lazım olar? Gecə qaranlığında. Güneş Allah havayı Allah bilir. Əqidənizi sözür. Əqidənizi sözür. Və Həzrət Allah vəliləri Allah'tan Allah. Nur Allah və bizi kimi sıradan insanlar o ilahı güneşe baxa bilməzlər, qoşula bilməzlər. Allah'ın vəlisinin vasitəsiyle gedərlər, Allah'ın nuruna qoşularlar. Allah vəlisinin vasitəsiyle. Və etiqadları var ki, bunlar ilahı nurun daşıyıcısıdırlar, ötürücüsüdürlər. Özlərini onu qoşdular, elə Allah'ın nuruna qoşdular. Biri mərifət. İkinci əlaməti nədir? Allah vəlisinin mərtəbələri. Məhəbbətində birinci mərifətdir, tanımaqdır. İkinci itaat etmək. İtaat etmədiyin imam deyil. Sevirə, qurban olum sənə, ölürəm sənə. Ne istəyirsən dekinə? İtaat yoxsa da Allah vəlisinin sevgisi orada yoxdur. Və onun yolunda fədakar olmaq. Dördüncüsü əsas var. Öz istəyini, imamının istəyində əridə bilmək. Öz sevgisini, imamın sevgisində, öz istəyini, imamın istəyində əridə bilmək. Niçin adamlarını seçdiniz? Vaxt oynadınız. Abdullah Qəffari, Əbdurrahman Qəffari. İki tane qardaşım. Abdullah Qəffari, Əbdurrahman Qəffari. Bir tarihçilərində oxudum ki, bunlar elə Tasua gecəsində gəldi İmam Hüseyni yetişirlər, küfrələrlə yetişirlər. Aşıqə günü deyilən bir şəhidlər bir əsxalar şəhid düşürlər. Əkbər şəhid, Qasım şəhid, digər şəhidlər düşürlər. Bunlar ikisi də ağlaya gəldilər İmam Hüseyin Aleyhisselamın yanına. Sıralarlar. Gəldilər İmam Hüseyin Aleyhisselamın yanına ağlayırlar. İkisi də ağlayırlar. Və Peyğəmbərlərin balasını cazə vermişsə ki, görüşürüz. Biz də səni müdafiə edirik. İmam Hüseyin Aleyhisselamın ilk öndə bir söz soruşdu. Niyə ağlayırsınız? Niyə ağlayırsınız? Narahatlığınız var. Döyüşə geləcəksiniz, onun üçün ağlayırsınız. Bir yağ əvvəldə bir səni ağlayırıq. Bir mövzu qoydu onun yerində sən Allah. Bir mövzusu qoydu onun yerində ki, 70-80 tane şəhid var. Axıra qalırsan, sən də oradasan. Gəlib yaxınlaşacaqsa İmam Hüseyin Aleyhisselama izin istəyirsən ki, Allah, izin verilən də canımla səni müdafiə edeyim. Mən də canımla səni müdafiə edeyim, canımla səni müdafiə edeyim. Amma ağlayırsan, İmam sorur ki, niyə ağlayırsan? Deyir, amma ağlayıram ki, daha bir adam qalmayıb. Biz də şəhid olandan sonra səni kim müdafiə edəcək? Biz də şəhid olsa, artıq səni kim müdafiə edəcək? Sən hal alacaksın.
Özü yoxdur. Müslüm ibn Əfsəcə şimdi Allah rəhmət edilsin. Bir adamdır. Birisi böyleyinde adam idi. Onu şəhid eləyəndən sonra Xeybədən kənəzi vay dedi. Vay Müslüm ibn Əfsəcə, vay Müslüm ibn Əfsəcə dedi. Kübələr eşqini eşidən ki, başladılar sevinmək ki, Müslümü öldürmüşük. Şahtı verməyə başladılar. Əşəs var, əşin üstündə əşəs. Allah'ına lənət olsun. İmam Hüseyin'e namı yazıb çağıran adamlar, onu çağıran adamlar. Əşəsi. Dedi, vay olsun sizin halınıza, nəyə sevmirsiniz? Biz üçün öldürürsünüz. Küfənin ən fəzilətli insanını öldürmüşsə, onun için sevinirsiniz. Belə bir kəsildi. Həmən o Müslüm ibn Əfsəcə can üstündədir, bax. Can üstündədir. Həbib ibn Məzahə yaxınlaşıb ona gör narahatdır. Bir qardaş, niyə narahatsan? Haransa ağrı. Niyə narahatsan? Nicaranam. Nədən nicaranam? Hüseyndən nicaranam. Mən canımı verib gedirəm. Hüseyndən nicaranam görürsən necə olacaq? Necə qoruyacaqsın? Fikirləşmək lazım. Bunlar bizim dərk eləyə-eləyə uzanacaq, yaşlaşacaq. Allah bunları dərk eləyə-eləyə saçımızı saqqalını saxlasın. İnşallah. Nurun böyüyü kiçik olmaz. Böyük nur, kiçik nur. İki sözünü nura qatdı. Bir qaşıq suyu dəryaya qatsan nə olacaq? O da olacaq, nə? Danışaqlar. Dərya. De görün. Dərya. O da oldu dərya. Bir qaşıq suyu qatsan dəryaya, o bir qaşıq su olacaq dərya. Dəniz, okean. Hər kəs öz ilahını qatsa, o ilahını olur. Nur üstündən uçar. Kərbəlanın bir dənə də nuru var. Nə qılınc tuta bilirdi, nə vəcəzliyə bilirdi, nə atasına təsəlli verə bilirdi. Həyatda idi. Həzrət İmam Əleyhisselam tənha qalan zaman gəldi, yetişdi. Xeybələrə görüşdürdü, körpə balamı da böyle görüşməliydi. Gətirdilər o körpə balanı, o Əli Əsqəri gətirdilər, verdilər onun uzağına. Üç dənə söz yazdı onun haqqında. Birisi bu idi ki, uşaq o haldaydı, susuzluqdan o haldaydı, azlıqdan o haldaydı, dura bilmirdi. İlə İmam Əleyhisselam tutdu onu, külfə boşuna tərəf dedi, əgər mənə rəhm edəmirsə, buna rəhm edeyim. Hərməli adı bir zalim, bir məlun. Üç məqsədir. O böyle var, körlərin boğazının nişanıdır. Elə nişan aldı ki, başı üzüldü. Həzrət İmam Əleyhisselam əli ilə tutdu ki, qana getməsin. Oğuzu doğdu. Bala uzağında can verdi, oğuzu doğdu, baxdı, göyə deyil, ondan bir damla yerlərdə düşdü. Buna söz dedi, dahi, mənə bunlar asan gəlir, bilirsən niyə? Çünki bilirəm ki, sən görürsən. Sən müdafiə eləmirsə, deməli, burada bir hikmət var. İkinci yazı bu deyil tarixdə. Bir İmam Əleyhisselam o uşaqla öpüşdü, uşaq uşaqla necə tutarlar? Belə tutarlar. Xeyməyə aparsa, arxada bu uşaq olsunlar. Oxuma. Üçüncü yılı ki, İmam Əleyhisselamın yanındaydı. Bu da bir rəvayətdir ki, Ələsqərin 6 aylıq deyildi, 3 yaşlıqdaydı. O uşağın boğazında. Amma bütün alimlər müttəfiq idilər ki, Hüseynin körpə balasının uzağında qoydular.
qucağında çapalayaraq can verdi ərəz. Çapalayaraq can verdi. Tarixdə əllərdə ölən zülm ilə çoxdur. İmam Hüseynin sözüdür, Həzrəti Zeynəbə. Tarixdə əllərdə ölən zülm ilə çoxdur. Amma uzu qurbanımızın bir tayı yoxdur. Baxsan yarasından bilərsən, oh necə oldur, nifrin eləyərsən, oh atan, kafirə Zeynəb. Gəl, al qucağından, bu gülü pərpəri Zeynəb, məhsudə çatır, qanə batır, əlləri Zeynəb.